Səlimuşka Səlimçiklə oturmuşuq, hava alırıq, həm də dincimizi alırıq. Yadıma nə düşdü? Bir tanış var. O tanışla bir söhbət əsasında, yəni haradasa yeni tanış olmuşuq və soruşur övladıma falan, mən də övladının əngəlli olduğunu, diaqnozunu falan deyirəm və deyir, hələ həyat yaşını soruşur. Bir həyatdadır, deyirəm, hə, niyə həyatda olmasın ki, Allah hər bir balaya, hər bir övlada ömür versin. Yox deyir, adətən elə insanlar az yaşır. Deyirəm, yox, orta hesabla belə ola bilər, amma çox yaşayan insanlar da var. Allahın verən ömrü bir başa düşürəm deyir. Hər bir valideyn üçün ağırdır, amma fakt budur. Yəni, bilavasitə deyir ki, bilirsən nə var? Hazır olsa, balan dünyadan köçüb gedəcək. Allah ona iraq öldürəcək. O sözlərin karması var. Elə deyən insanlar düşünün, danışın və qarşındakı bir də görürsən ki, tam savadlı, dünya görüşlü, ziyalı, yüksək bir rütbəmi desəm, sosial mövqeydə olan, oxumuş bir insandır. Demək ki, cəhalət nədir? Cəhalət bunlara baxmır. Bir də görürsən, tam savadsız bir insandır. Yalnız savadsızdır, yəni ki, savad almayıb. 9 sinif, 5 sinif oxuyub, 11-i bitirib. Amma elə dünya görüşü var, cəhalətdən uzaqdır. Elə də var ki, belə. Onun karması var, hələ heç kim bilmir ki, ölüm haqdır, xəstəyə də, sağlama da. Yəni, hələ bilmək olmaz. Mənim xəstə övladım dünyadan birinci keçəcək, dərdli valideyn olacam. Ya, o sözü deyənin mən dünyaya gətirmədiyim sağlam övladı. Yəni, söz deyəndə onun karması var. Allah deyək, kainat deyək, evrən deyək. Yəni, bu sözlərin çox böyük karması var. Yəni, bir xəstə övlad anasına deyir ki, az qalıb ömrünü, nə yaxşı deyir, bu vaxtacan yaşayıb, bu nə dərəcədə düzdür. Bu sadəcə bir cəhalətdir və bunun böyük karması var. Elə düşünən, elə kimlərəsə söz deyənlər bunun karmasını unutmasınlar. Çünki o karmanın altını heç bir günahı olmayan övladı çəkə bilər. Və dərdli valideynlərin yox, o ola bilər. Allah hər bir xəstə övlada şəfa versin, hər bir xəstə övladın valideynini sevindirsin. Nə deyim, cahil insana söz çatdırmaq qeyri-mümkündür.